Sultan Süleyman idi. Onun çox məşhur bir bu gəmi donanmasının başında Piri Rəis deyə bir adam var idi, Piri Rəis deyə. Və o zaman da Hürmüz boğazına nəzarət İspanlardaydı, İspaniyadaydı. Və Piri Rəisi alır, göndərir Hürmüz boğazını əldə etməsi üçün. Təxminən 3 il Hürmüz boğazı ətrafında Piri Rəis döyüşlər aparır, böyük qənimətlər əldə edir, gəlirlər əldə edir, amma İspaniyanı tam olaraq uzaqlaşdıra bilmir və geri qayıdır. Geri qayıtdığında Osmanlı Sultanı onu edam elətdirir və həqiqətən də ümumiyyətlə Piri Sultanla bağlı məsələdə dəniz donanmasının xəritəsini ilk çəkən adamlardan biridir və ciddi şəkildə bu işdə, yəni Hürmüz boğazının əhəmiyyəti o qədər bir lazımlı bir şəxsiyyətin belə, yəni kralı baxmayaraq ki, deyir 3 gəmi ona qənimət, qızıl, digər şey gətirmişdi, amma ondan belə deyir onu o qəzəbindən, yəni oranı ala bilmədiyi üçün və bu mən deyirdim ki, o körfəz İran deyir ona İran körfəzi, ərəblər deyir Ərəb körfəzi və onun dünya ticarətində rolu o nağıllarıcan gedib çıxıb. Sən Sindbadın nağıllarında Bağdadla Çin arasında ticarəti göstərirdi. Yəni indinin özündə belə o kifayət qədər əhəmiyyətlidir və kifayət qədər təkcə körfəz ölkələrinə yox, regional və dünya iqtisadiyyatına təsir gücünə malikdir. Və bu baxımdan da bizim arzumuz odur ki, orada əmin-amanlıq, stabillik tezliklə bərqərar olsun.